Abşeron rayonu Məhəmmədli qəsəbəsində magistral yolun kənarında 10 sotda 7 otaqlı, çox gözəl bir baxımlı həyət evi satışa çıxıb. Kupçalıdır, sənədlər tam qaydasındadır, evində torpağında kupçası var, həyəti genişdir, həyətində bar verən meyvə ağacları da var. Çox gözəl bir yerdə yerləşir. Qiyməti 310 min manatla satışa çıxıb. Real alıcıya da indirim olacaq. Kim alacaqsa Allah xeyrini versin. Həyət bazasında da çox gözəl bir şərait qurulub. Həyətdə əlavə 2 otaqlı ev də var. Hamısını sizə təqdim edəcəm. Giriş isə gördüyünüz bu hissədən daxil olunur. Gördüyünüz 2 otaqlı ev bu evdir. Ev də tam təmirlidir, yaşayışlı evdir. Bir daha qiymətini qeyd edim, 310 min manatla satışa çıxıb. Real alıcıya indirim olacaq. Kim alacaqsa Allah xeyrini versin. Evin birinci mərtəbəsində əlavə otaqları da var. Onlar da tam təmirlidir. Vaxt məhdudiyyətinə görə birinci mərtəbəni çəkməyəcəm, ikinci mərtəbədən çəkiş edəcəm. İstilik sistemi kombidə aboyları vurulub. İkinci mərtəbədə 4 yataq otağı, 3 sanitar qovşaq və böyük qonaq otağı. Qonaq otağının mətbəxi bir yerdədir. Bir daha ev haqqında məlumatı qeyd edim. Abşeron rayonu Məhəmmədli qəsəbəsində magistral yolun kənarında Kupçalı 7 otaqlı həyət evi satışa çıxıb. Ümumi otaq sayı çoxdur. Sadəcə olaraq həyətdəki ev qarışıq, 2 otaqlı ev qarışıq, ümumi otaq sayı 9-dur. Mən onsuz 7 otaq qeyd elədim. Otaqlar da geniş, işıqlı otaqları var. Otaqlarında da 2 dənə yataq otağında əlavə sanitar qovşağı var. 310 min manat 10 sotda 7 otaqlı əlavə həyətdə 2 otaqlı evdə var. Kupçalıdır, paket kupça, evində torpağında kupçası var. 310 min manata deyilir, real alıcıya indirim olacaq. Əlavə hər hansı bir sualınız olsa səhifəmizdə əlaqə nömrəsi var. Əlaqə saxlayıb məlumat ala bilərsiniz. Diqqətiniz üçün minnətdarıq.